videosunu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam değerli izleyiciler, hoş gördük her birinizi. Her birinizin sabahınız xeyirli olsun. Değerli izleyicilerimiz, bildiğiniz kimi çəkilişimizdə vurgulamışdım. Yani statusumda da paylaşmışam. Çok sağ olsun değerli bacı ve kardeşlerim. Teşekkür ederim her birinize. Qarşıdan gələn qurbanlıq bayramınız mübarək olsun. Deməli, gözəl izləyicilərimiz 5-dən 9-una qədər qurbanlıqdır. Biz inşallah sabahdan başlayacağıq qurbanlarımızı kəsməyə. Allah bütün kəsilən qurbanlarımızı qəbul eləsin. Allah pul göndərən bacı və qardaşlarımızın pullarına bərəkət versin. Deməli, Beyrək qardaşımızın, Saatlı Beyrək qardaşımızın yaxını 500 rubl göndərib. Çox sağ ol. Allah min əvəzin versin. Allah cibini dol eləsin, qurbanlıq üçündür. Hacı Qabuldan Rafiq dayının oğlu Rauf qardaşım 1000 rubl göndərib. Təşəkkür edirəm. Allah min əvəzin versin. Və Lənkəranlı Natiq qardaşım 1000 rubl göndəribdir. Allah min əvəzin versin. Və bir Allah bəndəsi adını çəkilməyini istəmir. 1000 rubl göndəribdir. Ağsulu Ramin qardaşım 50 manat göndəribdir. Təşəkkür edirəm. Və Ağsulu Ramin qardaşımız bacımıza 2000 rubl göndəribdir. İndi çəkilişi tamamlayanda biləsiniz. Təşəkkür edirəm. Və mənim Şəmkirdən bir gözəl dostum, qardaşım. Allah canını sağ eləsin, Allah balalarını saxlasın. Cəm şəkildə kapital kartımıza 150 manat pul vurur. Deməli, onun 50 manatını çəkdiyimiz o xəstə bacımız üçün göndərib, 50 manatın qurbanlıq üçün göndərib, 50 manatında bir bacımız üçün göndəribdir. İnşallah yaxın günlərdə an olacaqdır, onun üçün göndərib. Təşəkkür edirəm. Və Sabirabadlı Elnur qardaşım, minnətdaram, 2500 rubl göndəribdir. Allah min əvəzin versin. Və gözəl izləyicilərimiz, bir xeyirxah əmimiz, Akif əmmimiz, Allah rəhmət eləsin. Allah məkanın cənnət eləsin. Yəni bizim kanalda nə qədər vaxtı xeyriyyətçi işlərimizdə iştirak eləyib həmişə rəhmətə gedibdir. Allah rəhmət eləsin. Yoldaşı 2000 rubl göndərib qurbanlıq üçün. Təşəkkür edirəm bacım, anam. Təşəkkür edirəm. Allah qəni-qəni rəhmət eləsin. Və bir bacımız 10 manat göndərib xəstə bacımız üçün. Allah min əvəzin versin. Və Lənkəranlı Mahir qardaşımız 1500 rubl göndərib. 500 rublun mənə yanacaq pulu, 1000 rublun da qurbanlıq üçün. Və mənim gözəl dostum, qardaşım, Surgut şəhərindən Ramik qardaşım, təşəkkür edirəm. 15000 rubl pul göndərib. Allah min əvəzin versin, Allah cibini dol eləsin. Deməli, 15000 rublun gözəl izləyicilərimiz 150 manatın bacımız üçün göndəribdir. 130 manatın qurbanlığı üçün göndəribdir. 20 manatın mənə yanacaq pulu göndərib. Öpürəm səni, gözəl qardaşım. Allah cibini dol eləsin. Salam, xoş gördük bacı. Hər vaxtınız xeyir olsun. Bu günlərim qardaşlarımız, bacılarımız sizə pul göndəribdilər. İnşallah bacımız ayın 5-i əməliyyata gedəcəkdir. Yəni vurğulamışdım ki, bacımızın əməliyyatı üçün kimin gücünə çatırır göndərsin. Təşəkkür edirəm Allah hər razı birinizdən. olsun, çox sağ olsunlar. Etdilər köməyə görə təşəkkür edirəm. Sağ ol. Çox sağ ol. Bacımızın da bir dənə övladı böyüklərdən üzr istəyirəm, mənim nəvəm kimi iflişdi. Allah şəfa versin. Yəni özü ağır ayaq olduğu üçün anası saxlayır. Bacı 220 manatdır. Bir də sizdən bir xahiş eləyim. Burada sizə yaxındır da Mətanət bacı. O ximiya iynəsinə görə ona pul göndərilibdir. Özü burada yoxdur. Mən gələrkən elə onların yolunun üstündən keçirəm. Özü burada yoxdur. Deməli 50 manatını Şəmkirli qardaşım göndəribdir. 10 manatında bir bacımız göndərib. 60 manat. Bunu sabah gələrsə sabah, bürsüyün gələrsə bürsüyün, yoldaşına deyəsən zəhmətdən keçib aparıb verər. Çox sağ ol, mənim gözəl qardaşlarım. Allah ruzinizi, bərəkətinizi bol eləsin, Allah canınızı sağ eləsin. Gözə görünməz Allah Taala da yeni dünyaya gələn balamızı da inşallah sağ-salamatçılıqla
Çox sağ olun. Allah köməyiniz olsun. Etdiyiniz köməklər üçün, dəstəklər üçün hər birinizə çox təşəkkür edirəm. Allah köməyiniz olsun. Allah balalarınızı saxlasın. Siz Çox ki sağ olun. köməyinizi məndən əsirgəmədiniz. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun bacı, sağ olun. Deməli gözəl izləyicilərimiz, bacımızın yoldaşı fəhləlik eləyir. Evdə yoxdur. Elə maşını da saxladım burada yolun qırağında. Dedim tez pulu vereyim. Allah göndərən qardaşlarımızın, bacılarımızın ruzisini, bərəkətini daha da bol eləsin. Gözəl izləyicilərimiz, inşallah sabahdan başlayırıq qurban kəsməyə. Allah bütün kəsilən qurbanlarımızı qəbul eləsin. Allah sizləri var eləsin. Allah ruzinizi, bərəkətinizi daha da bol eləsin. Həmişə bax belə xeyir əməllərdə Azərbaycan xalqı həmişə öndə olubdur, elə öndə də olsun. Bacı, çox sağ olun. Çox sağ olun, Allah Allah razı köməyiniz olsun. Allah özü sizə kömək olsun. Sağ olun. Allah razı olsun. Gözə görünməz Allah Taala yeni dünyaya gələn balamızı inşallah sağ-salamatçılıqla Çox sağ olun. Allah razı olsun. Sizdən də Allah balalarınızı saxlasın. Allah o bir nəvənizi saxlasın, köməyində olsun. Kim kimə dəstək olur, içində də siz olmaq şərti ilə hər birinə çox təşəkkür edirəm. Hər şeyə görə çox sağ olun. Allah razı olsun. Çox sağ ol bacı, çox sağ ol. O pulu da 60 manatı da Yaxşı, yoldaşın narahat gələndə olma. maraqlanar. Yaxşı. Verəndə də xahiş edirəm yoldaşınıza deyəsiz bir dənə çəkiliş çəkər 60 manatı verəndə Yaxşı. atar mənə, mən də o pulu göndərənlərə göndərərəm ki, yəni verdiyiniz pul getdi, ehtiyacı olan insana çatdı. Yaxşı. Allah o Narahat bacımızın da şəfasını versin, Amin. Allah Allah sizə də kömək kömək olsun. Gözə görünməz Allah Taala evladı olmayan hər bir kəsə Amin Allah. evlad nəsib Amin eləsin. Allah. Allah kömək olsun. Allah razı olsun. Kimin ki evladı yoxdur, Allah həsrətini çəkirsə Allah kömək olsun. Tezliklə evlad bəxş eləsin. Amin inşallah. Amin. Oldu. Sağ olun bacı. Sağ olun. Sağ olun, var olun. Gözəl izləyicilərimiz, atalarımızın belə bir sözü var da, deyir yolçu yolunda gərək. Amma mənim yolum bilirsiniz də nədir? And olsun Allaha, torpaq yoldur, torpaq yol. Çıxa biləcəm buradan. Torpaq yoldur. Yaxşı ki, maşınımız elə həm cipdi, həm də dördü də çəkir. Bax, yola baxın sən Allah. Yola baxın. Zülümlə gəlib çıxmışam, mən buna bax. Təkərlərin dördündə birləşdirmişəm. Torpaq yoldur deyə mən təzə məhlədi. Bir zülümlə ki, gəlib çıxmışam bura. Allah canınızı sağ eləsin. Mənim həmvətənlilərim, mənim qardaşlarım, mənim dostlarım. Allah hamınızın canınızı sağ eləsin, ömrünüzü uzun eləsin. Bax bu ailə gördüyünüz kimi bax burada yaşayır. Təşəkkür edirəm hər birinizə ki, çəkilişimdə mən vurğulamışdım. Bu bacımızın yəni uşağı əməliyyatla olunmalıdır. Çox sağ olun. Allah razı olsun. Köməyinizi əsirgəlmədiniz. Allah hər birinizin malınıza, mülkünüzə bərəkət versin, canınızı sağ eləsin, ruzi bərəkətinizi bol eləsin. İnşallah sabahlarımda gözəl izləyicilərimiz, qurbanımız kəsiləcəkdir. Büdcəmizdə olan pulumuzla yenə də pullarımız gəlməkdə davam eləyir. Allahın izni ilə bir dənə erkək yox, 2 dənə erkək yox, 3 dənə erkək yox, yeri gəlsə bir 10 dənəsini də kəsərik. Kimin gücü nəyə satılırsa, inşallah göndərər qurbanlıq üçün. Yəni, yığılan pullar qurbanlıq üçün yığılır. İnşallah ehtiyacı olan insanlara qurban əti veriləcəkdir. Allah yenə deyirəm, kəsilən qurbanlarımızı qəbul eləsin. Allah xalqımızı var eləsin. Eşq olsun Xəqani Məmmədov YouTube kanalında xeyriyyətçi bacı və qardaşlarımıza. Təşəkkür edirəm hər birinizə ayrı-ayrılıqda. Çox sağ olun, çox var olun. Sağ olun siz də bacı, çox sağ olun. Allah kömək olsun. İnşallah Allahın izni ilə sizə də sağ-salamatçılıqla evladınızı qucağınıza almaq arzulayırıq. Çox sağ ol bacı, çox sağ ol. Allah razı olsun. Allah kömək olsun inşallah.